Helsinki Universitetinin alimləri müəyyən ediblər ki, 49 yaşdan aşağı qadınlarda xroniki stres tez-tez insult yaradır. Tədqiqata naməlum səbəbdən işemik insult keçirmiş 18-49 yaş arası 426 yetkin kişi və qadın daxil edilib. Alimlər hər bir iştirakçının xəstəlik tarixçəsini təhlil ediblər və xüsusi sorğu vərəqindən istifadə edərək onların stres səviyyəsini qiymətləndiriblər. Kəskin stresi xroniki stresdən ayırmaq üçün bir ay ərzində könüllülərin psixoloji vəziyyəti müşahidə olunub. Nəticələr göstərib ki, insult keçirmiş qadınların ən azı orta səviyyədə stresə məruz qalma ehtimalı daha yüksəkdir. Ürək-damar xəstəlikləri olmayan alt qrupda insanların yalnız 33%-də xroniki sinir gərginliyi aşkarlanıb. Tədqiqatçılar təhsil səviyyəsi, alkoqol istehlakı və qan təzyiqi kimi faktorları nəzərə aldıqdan sonra müəyyən ediblər ki, qadınlarda orta səviyyəli stres insult riskini 78% artırır. Bununla belə, psixoemosional stres kişilərdə insult ehtimalına təsir etməyib.